Aliyə xanım, mən istəyirəm ki, ümumiyyətlə həm qidalardan danışaq. Siz kənddəsiz, sağlam qida filan, bu hökumət qidaları da var. Bir də o vaxt yəni insanlar oruç tuturdu, babalarımızdan söhbət gedir. Bunlar bu qədər israfa yol verirdimi, necə olurdu? Bu haqda bir fikirlərinizi öyrənəkdir mümkünsə. Əlbəttə mən də tam özüm görməsəm də, təbii ki mən o dövrü özüm görməsəm də, mən də çox vaxt belə araşdırmaya biraz meylli adam olmuşam. Babalar mən üçün nə danışıb, indi kim danışıbsa hamısına qulaq vermişəm, qulaq asmışam. Deyir ki, bax ona görə mən məhz bu şeiri, bir şeir oxudum bayaq. Ona görə mən onu fikirləşib yazmışam ki, mənə təsir edib yazmışam. Çünki doğrudan da o dövrdə belə olub. Çox çətinliklə, əziyyətlə. Onlar üçün, məsələn, o dövrdə çox bolluq olmadığı bir dövrdə belə onlar orucu tutublar. Deməli dinə o qədər bağlanıblar. Deyir ki, hətta elə ailə olub, mən üçün insan danışıb, deyir ki, elə ailə olub. Deyir, bir ovuc unumuz var idi. Suya qatırdıq. Hətta indiki zamanda biz onu xəşil adlandırsaq, xeyr, o xəşil deyil. O adi hurra kimi bir şey olubmuş. Deyir, onu bütün ailə, indi uşaq, ağlı kəsən uşaq yəqin olub da. İndi o dövrdən götürsək, külfət böyük olub. Böyük bir külfət. İndi külfətdə baba olub, nənə olub, ata, ana və bir neçə uşaq, bəlkə ona yaxın uşaq. Onlar deyir, ondan yeyirdilər və o dövrdə orucu tuturdular. Bir horra ilə. Bəli, bir horra ilə. Hətta mənim üçün başqa birisi danışdı. Deyir ki, ailəmizdə heç nə yox idi. Noxud deyir qaynatdıq. Deyir, noxud qaynadı, orucu tuturduq. İndiki dövrdə mən necə durub deyim ki, keçmişdə dinə o qədər də bağlılıq olmayıb. Yox, mən bugünkü günə baxanda deyirəm ki, keçmişdə daha dinə çox bağlılıq olub. Nə olsun ki, onlar bugünkü gündə, bax, mən özüm qarşımda bu qədər kitab qoymuşam. Bax, kitab qoymuşam. Kimsə hazırlayıb onu verib mənə, mənim kitabım olsa da. O dövrdə isə kiçik bir kağız parçasına belə ehtiyac var idi. İnsan oxumağı bilmirdi axı. Hamı oxuya bilməzdi. Hamı oxumaq məcburiyyətində deyildi. Çünki insan çalışırdı ki, nə isə eləsin, qazansın, yesin, elə deyilmi? Amma orucundan, dinindən geri qalmırdı. Niyə qalmırdı? Dedim də, bayaq da dedim, sizin kimilərə, başqa bir insandan bir kəlmə öyrənsin deyə türbələrə və yaxud haradakı o söhbətlər olurdu. Hansısa gecələrdə və yaxud Ramazanın əsas bayramında. Çünki burada Ramazan bayramı daha təmtəraqlı keçib əvvəldən. Çox da ki, məsələn, yoxsulluq, bax, belə götürsək, yoxsul insanlar olub. Çox da, məsələn... Eyni zamanda qidaların keyfiyyətindən də danışır. Qidaların keyfiyyəti təbii ki, o dövrdə daha yaxşı olub, daha təmiz olub. Çünki öz əkdikləri idi, öz düzəldikləri idi. Daha sağlam. Daha sağlam. Çünki burada nə bişiriblər? Şirniyyat baxımından əgər sadalasaq, məsələn, şirniyyat bal olub, duşab olub. Məsələn, o dövrdə şirniyyat bunlar olub. Şirniyyat desək əgər, sadalasaq bunlar olub. Yemək də ki, o dövrdə daş dəyirman olub. Əkdiklərini üyüdüblər. Üyüdüblər, yeyiblər. Hər şey təmiz olub. Burada tövsiyəniz nədir? Tövsiyəm indiki dövrdə əgər orucluq baxımından deyirsiniz. Yəni insanların israf və... Bəli, elə orucda dedim də, elə onsuz da orucun əsas məqsədi nədir? Orucun əsas məqsədi də israfçılıq olmasın. Mən elə başa düşürəm. Bəli, çünki insan özünü tərbiyələndirir. İnsan ac qala bilərmi? Nə olsun ki, oruc məyəm, oruc tutmaq bir gün ərzində ac qalmaqdırmı? Yox. Oruc tam oruclu insan nəfis və mənəviyyət tərbiyəsi. Bəli, insan özünü tərbiyələndirməlidir. Elə o baxımdan da insan bir gün yeməyi az yeyəndə İnsan buna alışır, elə bu böyük tərbiyədir. Bu böyük bir tərbiyə halını alır, o həmən adət alır. Çünki gündə dünən, məsələn, oruç tutmazdan əvvəl, sübhdən səhər, günorta, axşam və arada nə qədər yemək yeyilir. Amma sübh tezdən durursan, sübhdən yox, məsələn, sahura duranda saat neçə olur? 5-ə qalmış. Məsələn, 5-dən. Əgər insan o dövrdə, o vaxtda hətta o qədər də yemək olmur. Normal vaxt zamanlarda, elə deyil. Normal vaxtlarda axı o vaxt heç kim yemək yemir. Gündəlik yemək onda yemirik.
bir damcı yeyəndə və həmən nəsə mən belə başa düşürəm ki, bir də ki, dinə tam inanmaq odur ki, onsuz da o bir damcını yeyirsən və sən iftaracan qalırsan. Deməli bu inandır. İradə və inamı. Bəli, inan. Və iman etdikdən sonra insan deyil bir gün. Bəli. Bir ayda ac qala bilər. Ac qala bilir. Ac qala bilir. Təşəkkür edirəm. Gözəl sözləriniz var, düzdür. Sadəcə artıq bu 5 dəqiqədən çox oldu ki, danışdıq. Çox sağ olun. Vaxtınızı da aldıq. Yox, Sağ olun. xoşdur Aliyə xanım. Siz gözəl şairəsiniz, gözəl valideynsiniz, gözəl anasınız, gözəl qonaqpərvər insansınız. Təşəkkür edirəm sizə. Sağ olun.